Bugün Qaraqat kolunun gübrələməsi haqqında danışırıq. İlk öncə hansı gübrədən istifadə etməliyik bu haqda danışırıq. Üzvü və mineral gübrələrdən istifadə edə bilərsiniz. Üzvü gübrəyə daha çox üstünlük verin, mineral gübrələrdən isə az miqdarda istifadə edə bilərsiniz. Əgər torpaq bərkdirsə, yüngül, kökləri zədələmədən şumlamaq lazımdır, belləmək lazımdır. Yox, əgər torpaq bu cür yumşaqdırsa, baxın, belləməyə ehtiyacı yoxdur. Toyuq peynidir, qranul formadadır. Bu sönmüşdür, təhlükəsizdir. Baxın, bu cür kol ətrafına 2 kiloqram qranul toyuq peyni səpirik. Yarım kilo, 1 kilo leonardı istifadə edirik. Baxın, peynin üzərinə bundan səpirik. Toz formasında da olur, qranul formada da olur. Torpaqda mikroorqanizmlərin fəaliyyətini, inkişafını sürətləndirir və həm də su tutma qabiliyyətini gücləndirir. Faydaları çoxdur. Çalışın ki, payızda, qışda gübrə istifadəsində azot gübrəsindən istifadə etməyin və ya az miqdarda istifadə edin. Əsas fosfor, kaliuma üstünlük verin. Baxın, görün nə gözəldir. İndi isə yüngül belləyirik, yəni şumlayırıq. Kökləri zədələmədən bu cür üst torpağı bax, alta qarışdırırıq. Hazırdır. Bugünlük bu qədər. Hörmətlər.